Salam hörmətli izləyicilər. Məmmədi qəsəbəsində super bir həyət evi satışa çıxarılıbdır. Məmmədi qəsəbəsi magistral yoldan maksimum 100 metr məsafədə. Dostlar, bunu indidən qeyd edim ki, videomuz uzun olacaq. Yəni ev tam 4 dörtlük bir evdir. Belə, başlayaq. Evin həyətində qarajı, depo əvəzi işlətməkdə olar. Qarajın içərisində depo da var, ayrı-ayrı. Hamısını göstərəcəm. İlk öncə başlayaq buradan. Bu evin həyətində belə gözəl mətbəx kimi dincəlmək üçün gözəl məkanıdır, samavardır falan. Hamısı burada. Mətbəx burada. Hamısı burada qalacaq. Listuru falan hamısı. Burada sanitar və sanuzel qovşağıdır. Yarı bağ evi, yarı həyət evi dostlar. Qısaca villadır yəni. Belə gözəl dekorativ ağaclarıdır. Orada gördüyünüz kimi göstərim sizə. Yəni hər şeyi var. Keçsək evin qaraj hissəsinə. Su çənidir. Burada da ayrıca böyük bir deposu da var. Evin 2 mərtəbədir. Birinci mərtəbədə beton monolit, ikinci mərtəbə beton monolit. 5,5 sotda. Yerdən 12 daş kürsülü. Belə gözəl yaşıllıqlarıdır. Və dostlar, evin çöldən xarici görünüşüdür. Evin krukla ətrafına fırlanmaq mümkündür. Belə göstərim sizə. Burada da deposu var. Eynən də burada bir deposu var. Bura açılmır. Amma yəni burada da depo kimi saxlamaq olur. Keçsək evin içərisinə. Bəli dostlar. Evin birinci mərtəbəsidir. Qeyd etdiyim kimi birinci mərtəbə beton monolit, ikinci mərtəbədə beton monolitlə inşa olunubdur. Tavan asma tavandır. Belə göstərim sizə. Qapını bağlayaq. Burada da bir deposu var. Gördüyünüz kimi domofonudur. Evin bütün 360 dərəcə kamera sistemi var çöl hissədən. Burada gördüyünüz kimi gözəl telefonudur. Mətbəxidir. Gördüyünüz kimi mətbəx çox genişdir. Mətbəx möbeli listur qalacaq. Belə keçim sizi göstərim. Qonaq otağıdır. Burada da listur qalacaq. Gözəl dekorativ. Burada da belə gözəl dekorativ tablosu var. Yataq otağı. Pərdələr, listurlar qalacaq. Birinci mərtəbədə sanitar qovşağı və sanuzel ayrı-ayrıdır. Və sanitar qovşağı sanuzeldə dediyim kimi ayrı-ayrı və sanuzeldə də duş kabinəsi mövcuddur gördüyünüz kimi. Qalxaq ikinci mərtəbəyə. Belə burada gözəl pərdəsidir. Və dostlar, bu da evin ikinci mərtəbəsi. Bu gördüyünüz listur isə 10.000 manatacan dəyəri var. Keçək digər tərəflərə də. Qeyd etdiyim kimi ikinci mərtəbədə beton monolitdir və burada da gözəl bir barı da var.
yaxından göstərim. Keçək otaqlara. İlk öncə buradan başlayaq. Sanitar qoşağı, sanuzel. Bütün aksesuarlar taxılıbdır. Hamısı işləh vəziyyətdə təhvil veriləcək. Bu birinci otaqdır. Gördüyünüz kimi burada gözəl bir listuru var. O da qalacaq. Evin qazı suyu işığı daimidir. İstilik sistemi kombidir. Yaşayış sahəsi 385 kvadratdır. Qeyd etdiyim kimi 5,5 sotdadır. Qiyməti 260.000 manatdır. Paket qubca ipotekaya yararlı. Evin də torpağında çıxarışı var. Bu da belə gözəl, geniş detski otağı. Bu da belə gözəl listurudur. Buradan da balkona çıxış var. Eynən də o bir tərəflərdən də. Yəni dostlar, ev 4-4'lük bir evdir. Ciri yaşa evdir həqiqətən də. Listuru belə də göstərim sizə. Yəni, bu listurun qiyməti 10.000 manatdır. Bu evlə bağlı ətraflı məlumat almaq istəyirsinizsə, nömrəmiz burada mövcuddur. Əlaqə saxlayıb maraqlana bilərsiniz. Kamera sisteminin də evini göstərəcəm dostlar. Evin 360 dərəcə çöldən və həyətdən kamera sistemi mövcuddur. Belə göstərim bir daha çöldə xarici görünüşü. Bu bir kamerasıdır. Qeyd etdiyim kimi bir kamerası, iki kamerası, hər tərəfində kamerası var. Bəli dostlar. Qeyd etdiyim kimi nömrəmiz burada mövcuddur. Əlaqə saxlayıb maraqlana bilərsiniz. Hər qiymətdə evlərimiz var. Bu evin qiyməti bir daha qeyd edim 260.000 manat. Paket qubca ipotekaya yararlı. Nömrəmiz burada mövcuddur. Diqqətiniz üçün çox sağ olun.